Gürcüstandan birbaşa xəbərləri bizə çatdırırdı. Xəbərçi davam edir. Bakıda 14-cü Beynəlxalq Turizm və Səyahətlər sərgisi keçirilir. Yay turizmi asanasında turizm bazarının əsas iştirakçıları öz xidmətlərinin geniş çeşidini turistlərə təklif edirlər. Dünyanın 42 ölkəsini təmsil edən 371 şirkət 80-ə qədər turizm istiqaməti barədə sərgi iştirakçılarına məlumatlar təqdim edir. Sərgidə təmsil olunanların 40%-i yerli şirkətlərdir. Eksponentlər arasında milli turizm təşkilatları, turoperatorlar, otel şəbəkələri, sanatoriyalar, pansiyonlar, müalicə, sağlamlıq, spa mərkəzləri, idman və ekoloji turizm obyektləri də var. İldən ilə Azərbaycana gələn turistlərin sayı artır. Buraya gələn insanların təmsil etdiyi ölkələrin coğrafiyası artır. Azərbaycanda hal-hazırda turist şirkətlərin sayı hiss olunan dərəcədə artmaqdadır. Azərbaycanda yerləşmə yerlərin, yataq yerlərin çoxalması artıq hamı tərəfindən bilinir və bu artıq cəmiyyətin bir yeni sənaye istiqaməti kimi qəbul olunmaqdadır. Yeni otellərin tikintisi və